Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bəylər Eyyubovun həyatı və karyerası Azərbaycan Respublikasının təhlükəsizlik sektorunda peşəkarlıq, fədakarlıq və vətənpərvərliyin təcəssümü kimi qiymətləndirilir. Uzun müddətdir ki, Azərbaycan Respublikasının prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri kimi çalışmış Bəylər Eyyubov hazırda prezident katibliyinin rəisi vəzifəsini tutur. Oxu24.com xəbər verir ki, Bəylər Eyyubovun Ulu Öndər Heydər Əliyevlə birgə arxiv fotosu yayılıb. Fotonun Eyyubovun Ulu Öndərin səfərləri zamanı çəkildiyi ehtimal olunur. Yayılan səmimi görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. Qeyd edək ki, Bəylər Eyyubov 1951-ci ildə anadan olub. O, uşaqlıqdan dövlətə və xalqa xidmət etmək arzusu ilə böyüyüb. Bu arzusu onu hüquq mühafizə və təhlükəsizlik sahəsində karyera qurmağa sövq etdi. Bəylər Eyyubov Azərbaycan Dövlət Universitetində hüquq təhsili alaraq təhlükəsizlik sektorunda karyerasına güclü bir baza ilə başladı.